25'e baxaq. 25'də deyir, bərabər yanlı trapesiyanın diaqonalları perpendikulyar olsa nə olacaq? Bunu da mən dərslərimdə hər dəfə deyirəm, öz şagirdlərim, siz qulaq asanda yadınıza salın. Bərabər yanlı trapesiyanın bilirik ki, diaqonalları eynidir. Onda onun alt oturacağına əməliyyat edirdi, bucaqlar da eyni idi. Bura 90-dırsa indi, buralar 45-45'dir. İndi hündürlükdən danışır. Mən onda bu hündürlüyü buradan bu dəfə çəkəcəm. Onda bu hündürlüyü xüsusi fikir verək. Burada o deyək. O, BS düzbucaqlı bərabər yanlı üçbucaqdır. Onda onun hipotenuza çəkilən hündürlüyü hipotenuzun yarısıydı. Onda bura oldu A bölü 2. Çünki onsuz da 45-45'dən görünür. Hündürlüyü həm medianda, həm də tən bölən. Keçək bura. Bura bir Y idi, bura da F idi. Altdakı da bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bura B'dirsə, bura hündürlüyüdürsə, burada B bölünsün 2 olur. Onda bütün baxın, bura baxın. Bura nə oldu? A plus B bölünsün 2. O da nə oldu? Hündürlük. Onda sahə, bax sahə orta xətt vur hündürlüyü olduğuna görə hündürlüyün kvadratıdır. Ya da sahə orta xəttin kvadratıdır. Bunu bilin. Və burada mən sizə bir şey də öyrədim. Bəzən bərabər yanlı trapesiyada söz yazar. Diaqonallar perpendikulyardır və bu hündürlüyü çəkər. Bu hündürlüyü çəkəndə yadımıza salaq ki, bura B çıx A bölü 2 idi. Burada B plus A bölü 2 idi. Bax, buranın özü elə orta xəttidir. Yəni, buranı verməklə buranı vermək eyni anlayışdır. Eynidir, əgər diaqonallar perpendikulyar olsa. Yəni, bura elə orta xətti, indi orada da diaqonallar perpendikulyar olanda elə bu hündürlük olurdu.